Dostlar, gəlin bugün 2025-ci il iyun ayının 1-də olmuş birinci birinci blok üzrə riyaziyyat suallarının izahlarına birlikdə baxaq. Elə birinci sualdan başlayırıq. Ədədi hissə bölməsinə aid belə bir sualdır. Müsbət hədli AN ədədi hissəsində A11, A12, A13 bərabərdir A11 bir A12 olarsa, silsilənin ilk 21 həddinin cəmini tapın. Demək, sizə verib A11 üstəgəl A12 üstəgəl A13 bərabərdir. Buradan isə verib A11 vurulsun A12. Dostlar, sizə bir dənə belə bir qayda deyim. 11, 12, 13. Bu siz topladınız 36. 3 dənə hədd topladığınıza görə 36-nı 3-ə bölsəz nə edir? Onda 3. 3A12 bərabərdir. A11 vurulsun A12. A12 getdi. A11 nəyə bərabər oldu uşaqlar? 3-ə. Və sizdən S21-i soruşursa, A1 plus A21 bölə 2 vuraq 21. Və yadınızda qalsın. A1 plus A21 nəyə bərabər olur? A11 üstəgəl A11-ə. Yəni, bu qayda burada bizdə bundan çıxır. Əgər biz AN üstəgəl AM, AK üstəgəl AL yaza bilmişiksə, onda N ilə M-in, K ilə də E-lərin cəmi bərabər olub. Yəni, hədlərin nömrəsi bərabər olub demək. Onda mən bunun yerinə 2A11 yazsam, 2-lər gedir. Məndə qalır A11 vurulsun 21. 3 vur 21, bu isə sizə verir 63. Gəldik növbəti sualın izahına. İkinci sualda uşaqlar, sizdə deyir, belə bir limitə aid sual verib. 2. Limit x sonsuzluğa yaxınlaşdıqda kökdə x minus 4x 2x plus 1. Ən yüksək həddi dərəcəmiz x olduğuna görə hər tərəfi x-ə bölürəm. X sonsuzluğa yaxınlaşır. Aha. Burada kökdə x böl x minus 4x böl x 2x böl x plus 1 böl x. Bilirsiniz ki, bu heç sıfıra gedəcək. Burada x-lər ixtisar gedəcək. Bizdə qaldı, indi baxın. Limit x sonsuzluğa yaxınlaşanda mən bunu bir kökünə aldım. X böl x kvadratı. Çıxılsın 4 bölünsün 2. Bəs salam. Dostlar, burada da birisi ixtisar eləsə, sizdə nə qalır? 1 bölü x. 1 bölü x sıfıra getdiyi üçün, limiti sıfıra yığıldığı üçün mənfi 4 bölünsün 2 bərabərdir mənfi 2. Gəldi 3-cü suala. 3-cü sualda deməli sizə belə bir üçbucaq verib. A, B, C deməli. Deyir ki, bucaq A-nın bucaq B-yə nisbəti 1 böl 2-dir. Onda bura alfadırsa, dostlar, bura nə yazıram? 2 alfa. Tərəflər nisbətini isə deyir ki, uşaqlar, B-C 5K-dır, A-C 6K-dır. Fikir verin, uşaqlar. Tərəflər və o tərəflər qarşısında qalan tərəflər qarşısında duran bucaqlar verilibsə, mən nə yazacağım? Sinuslar terimi. Yəni, 6K bölünsün sinus 2 alfa. 5K bölünsün kosinus alfa. K'lar getdi. Sinus 2 alfanın yerinə trigonometriyada nə yaza bilir? 6 yazıram. 2 sinus alfa, kosinus alfa və burada da 5 bölünsün kosinus alfa. İndi estağfurullah uşaqlar, burada mən səhv yazmışam. Sinus alfa. Aha, sinus alfa terim demişəm. Aha, sinus alfa. Buradan sinus alfalar da getdi. 2 kosinus alfa vuraq 5 bərabərdir 6-ya. Kosinus alfa bərabərdir 10-da 6. Yəni 0 10-da 6-ya bərabərdir. 4-cü. Baxın uşaqlar, funksiyanın qrafikinə baxaraq oxuya bilərik çox şeyi. Yəni diqqətli olsaq, həqiqətən də sualın özündə cavabında gizli olan hissələr tapa bilərik. Deməli, bizə y bərabərdir f funksiyasının qrafiki verilib. Fikir verin, biz x oxu ilə kəsmə nöqtələri bizim x-in aldığı qiymətlərdir. Və həmçinin bu mötərizənin içində də biz nəyə yazırıq? Həmişə nə yazırıq? Fx. Onda deməli, 4 minus 3 x kvadratım bir dəfə olub mənfi 5. 4 minus 3 x kvadratım bir dəfə olub 4. Burada bu 4-cü sualın izahıdır. Buradan mənfi 3x kvadratı bərabərdir mənfi 9, x kvadratı bərabərdir 3, x1, 2 bərabərdir plus minus kök altı 3. Buradan 3x kvadratı bərabərdir 0, buradan x kvadratı bərabərdir, x bərabərdir, belə deyək 0. Deməli, 2 kök burada, 1 kök burada. Deməli, nə var? 3 kökü var. Gəldik 5-ci. Üzr istəyirəm. Gəldik 5-ci sualın izahına. Gəlin baxaq uşaqlar.
5-ci sual. 2 kosinus x plus 10 dərəcə minus sinus 100 dərəcə plus x bərabərdir 0-a. Mən birinci bu hissə ilə başlamaq istəyirəm. Mən burada sinus yaza bilərəm dostlar. 90 dərəcə üstəgəl 10 dərəcə üstəgəl x. Və sizlər də bilirsiniz ki, 90 dərəcənin üzərinə biz bucaq əlavə elədikdə adımız dəyişir. Olur nə uşaqlar? Kosinus 10 dərəcə üstəgəl x, sinusun da ikinci rübdə işarəsi y-ə müsbət olduğu üçün sinusun da işarəsi müsbətdir. Onda belə oldu. 2 kosinus x plus 10 dərəcə çıxılsın kosinus x plus 10 dərəcə bərabərdir 0-a. Bu mənə eləyir. Bir dənə kosinus x plus 10 dərəcəni verir, bərabərdir 0. Kosinus nə zaman 0-a bərabər olur uşaqlar? Bilirsiniz ki, kosinus pi bölü 2 üstəgəl pi qallarda, yəni belə deyim, 90 dərəcə üstəgələr pi n-lərdə nə olur? 0 olur. Buradan da 10 çıxsam, nə verəcək? 80 dərəcə üstəgələ pi n. Getdi. P-də yəni 180 dərəcə n deməkdir. Yəni cavabımız D bəndidir. Gəldik 6-cı suala. Hər cədvəldə fənlər üzrə kitabların deyir sayı uşaqlar və eyni fənlərə aid kitab yan-yana olmaq şərti bütün kitabları rəfə neçə üsulla düzmək olar. Və salam. Deməli, sualda deyildiyi kimi hər Azərbaycan kitabından 2 dənədir, riyaziyyat kitablarından 3 dənədir və kimya kitabından 2 dənə, coğrafiya kitabı. Deməli, hər bir kitab, məsələn, bu 2 faktorial öz arasında yer dəyişmə eləyə bilir. Aha, Azərbaycan 2 faktorial, riyaziyyat 3 faktorial, kimya 2 faktorial və 1 faktorial coğrafiya. Bu bizdə 6-cı sualın izahı oldu. Onda deməli, yazacağım. 2 faktorial vur, 3 faktorial vur, 2 faktorial vur, 1 faktorial və bu kitablar hər biri 4 növ olduğuna görə 4 faktorial bərabərdir 576. 7-ci sual. 7-ci sual da asandır. Mən ümumi bir ifadəyə bir k desəm, yəni a bölünsün -1, belə deyib, b bölünsün -3 və c bölünsün -2 bərabər bir k desəm, a'mız -1 k olacaq. B'miz -3k olacaq. C'miz isə -2k olacaq. Onda aydındır ki, ən böyüyü B olacaq, sonra C olacaq və sonra A olacaq. 8-ci sual çevrənin tənliyi mövzusundan da çox düşür. Sonra ifadə x plus y cəmi kimi də çox düşür və yaxud da ifadənin ən böyük qiymətin tapılmasında da çox düşən bir sual tipidir. Deməli, mən birinci bu sualı işləməkdən ötürü sağ tərəfimdə nələr varsa hamısını sol tərəfimə keçirtməliyəm uşaqlar. Baxın, x kvadratı üstəgəl 10x. Bu müxtəsərə yığılsın deyə mən bunun üzərinə 25 gələcəm və 25-i mən əlavə elədiyimə görə çıxıram. Həmçinin gəlirəm, mənfini qabağa verirəm. Y kvadratı üstəgəl 4y. Yenə burada da deyirəm ki, uşaqlar, bu müxtəsərə yığılsın 4 əlavə edirəm, 4 çıxaram. Plus 21 də qıraqda dursun. Bərabərdə 0. İndi bu üçündən və bu üçündən alıram. X plus 5-in kvadratı minus 25 çıxaq. Y plus 2-nin kvadratı plus 4 plus 21 bərabərdə 0. Bunlar getdi. Məndə qaldı x plus 5-in kvadratı çıxılsın. Y plus 2-nin kvadratı bərabər 0. Bir ifadə nə zaman 0 olar? Onun hər bir necə azalanda və çıxılanda 0 olsa, x plus 5 bərabərdir 0, y plus 2 bərabərdir 0, y bərabərdir -2, x bərabərdir -5. Və salam, -5 üstə gələk. Hesablama səhvimiz yoxdur uşaqlar. Deyəsən hesablama səhv elədim. Harada elədim? Bircə saniyə o səhvimizi tapaq. Yox, uşaqlar, burada cavablarda səhv var. -7-dir. Yox, mənim hesablama səhvim yoxdur. Burada sadəcə bilirsiniz ki, bu PDF-ləri hazırlayanda PDF tam silinir. Yəqin ki, burada cavablarda, yəni texniki olaraq səhv gedib. Gəldik 9-cu suala. 9. 7 vurulsun 49 üstü x, 5 vurulsun 14 üstü x bərabərdir 2 vurulsun 4 üstü x. Sualı ən rahat işləmək üçün hər tərəfi deyirəm ki, 4 üstü x-ə bölün. Bölək.
Gəlin. Yəni 7 vurulsun 49 üstü x bölünsün 4 üstü x üstə gəl 5 vurulsun 14 üstü x bölünsün 4 üstü x bərabərdir 2 vurulsun 4 üstü x bölək 4 üstü x. Bu 7 vurulsun 7 bölünsün 2 üstü 2x elədi. Bu 5 vurulsun 14 bölünsün 4 üstü x elədi. Bu isə nə elədi? Sadəcə 2. Fikir verin. Mən 7 bölünsün 2 x-ə 1 t desəm, onda 7 bölünsün 2 üstü 2x nə olur dostlar? T kvadrat. Burada 14 də 2x gedir. Yəni 2-də 7 qalır uşaqlar. Onda 7 t kvadrat plus 5 t minus 2 bərabərdir 0. Gəlsə diskriminant tapsaz alırsınız ki 81 və gətirək qoyaq. Onda T1'in bərabərdir olacaq. -5 çıx 9 bölünsün 14. Yəni -1. T2'in bərabərdir. -5 plus 9 böl 14. 7'də 14'də daha doğrusu 4 və yaxud da 7'də 2. Bilirsiniz ki üst ifadə mənfidə də bərabər olmaz. Bu kənar kökdür. 7 bölünsün 2 üstü x 7'də 2'yə bərabərdirsə x deməli nə olur? -1. 10-cu. Bu asan bir qaydadır. Qaydamızda deyirik ki, perimetrlər nisbəti sahələr nisbətinin kvadratına mütənasibdir. S1 bölünsün S2 bərabərdir. P1 böl P2'nin kvadratına. Onda 2 böl 1'in kvadratı nə edir? 4 bölünsün 1. Yəni Y bəndi verəcək. Gəldik 11-ci sual. 11-ci sualda bizə belə bir şəkil verib. Katetləri 8 kökatdakı. Gəlin bu elə bu şəklin üstündə işləyək. Katetlər 8 kökatdakı və olan bərabər yanını 8 kökatdakı yazdım. Burada 8 kökatdakı. Onda buranın da 16 cm olduğunu yazıram. Bərabər yanlı olduğu üçün onda hökm edə bilirəm ki, bu həm mediandır, həm tömbələndir, həm hündürlükdür. Sonra isə sizə deyir ki, yəni uşaqlar baxın, bu C-dən A-ya da 10 cm-dir, C-dən B-yə də 10 cm-dir. C-dən arxadakı bu C-C məsafəsi nədir? 10. Və salam. 8 10-dursa, hündürlüyüm nə olacaq? 10-un kvadratı çıxılsın 8-in kvadratı nə verir? 6. Geçdik 12-ci suala. 12-ci sualda asan suallardan biridir. B A-nın A çoxluğudursa, B 2 5-dirsə, onda A çoxluğumuz uşaqlar elə nə olacaq? A çoxluğumuz olacaq 1, 3, 4 və 2, 5'in özü də bura daxil olacaq. 13-cü sual. 13-cü sual. Sizə y bərabərdir 7x minus 3 verib və deyir ki, f5 ilə f'5'i tapın. f'5'i uşaqlar tapmayacaq. Yadınızda qalsın, f'5 elə funksiyamda k-dır. Ona görə f'5 deməli elə bizdə nədir? 7'dir. Amma f5 funksiyada gətirib tapacağım. 7 vurulsun 5 çıxılsın 3 bərabərdir 32. Onda 7 plus 32 bərabərdir 39. Gəldik 14-cü suala. Deyir ki, ədəd elə 3 natural ədədin cəmindən ibarətdir ki, onlardan birincisi 57-yə. Onda deməli 57K-dır bunun nisbəti. İkincisi 24'də, ikincini onda 24K yazaram. Üçüncüsü 19'a bölünür, 19K. İndi bunların cəmindən söhbət gedir. Siz də bunları toplayırsınız, deyirsiniz ki 100K-dır. Alınan qismətlər bərabər oldu deyə mən hər birinə K dedim. Yəni buradan da bölünəni tapanda bu olur. Birinci bölünənim 57K, ikinci bölünənim 24K, üçüncü bölünənim 19K şəklində olur. İndi uşaqlar 100K-dırsa 100 sıfırla bitən bir ədəd olduğu üçün ədədin axırıncı rəqəmi nə olacaq? Mütləq şəkildə sıfırla bitən bir ədəd olacaq. 15-ci sual. Bu həqiqi ədədlər bölməsinə aid bir sual tipimizdir. Modulun birinci mütləq şəkildə işarəsini təpbalıyıq. Bilirsiniz ki, gəlirəm, kökdə 5 çıxılsın 2,3, üstə gəl, kökdə 5 çıxılsın 2,2. Və gəlib deyirsiniz ki, ay müəllimə, mən bunun yerinə kök altında deməli 6,5 səhv eləmirəmsə 5,29 yaza bilirik uşaqlar hesablama. Burada isə 4,84 yaza bilirik. Aydındır ki, 5-dən bu ədədi çıxanda müsbət alaram, 5-dən bu ədədi çıxanda mənfi. Onda bu belə 2,3 çıxılsın kök altında 5. Bu isə olduğu kimi qalır. Deməli, bunlar getdi. Bu da sizə nə verir? 0,1. Gəldi 16-cı suala.
Gəlin 16-cı suala qəşəng-qəşəng baxaq necə deyirlər. 16-cı sualda dostlar sizə deyir ki, B böyükdür, bərabərdir 5-dən və burada verib kök altda B. Burada isə verib B plus 5 minus kök altda 20B. Gəlin biraz işləyək misalın üstündə. Siz bilirsiniz ki, B nəyin kvadratıdır? Kökdə B-nin kvadratıdır. 5 nəyin kvadratıdır? Kökdə 5-in kvadratıdır. Bu isə sizdə nədir? 2 kökdə 5 vur kökdə B. Razılaşırsınız. Onda bu 3 ifadənin, yəni 3 həddin yerinə mən yaza bilərəm. Kökdə B dursun. Bunun da yerinə onda yazıram. Kökdə B çıxılsın kökdə 5-in mörtəzə kvadratı. Onda bu belə oldu. Kökdə B modulda kökdə B çıxılsın kökdə 5. Və salam. İndi gəlin modulun işarəsini təyin edək. Deməli, B-miz 5-dən böyük bir ədəddirsə, onda B məsələn 6-dır. Onda bu modulun işarəsi nə olacaq? Müsbət. Onda kökdə B çıx kökdə B plus kök altda 5. Bunlar getdi. Nə elədi? Kök altda 5. Aydın oldu? Cavabımız oldu. Y bənddir. 17-ci sual çevrələrin mərkəzləri arasında məsafə. Birinci çevrənin mərkəzi ilə tənlik uşaqlar. Məsələn, qısa göstərim. Deməli, x minus 3-ün kvadratı üstə gəl y minus 1-in kvadratı. Bizə bu tərəf maraqlı deyil. Burada isə x plus 3-ün kvadratı üstə gəl y minus 1-in kvadratı. Deməli, onda uşaqlar bunun məxrəci olacaq 3, 1. Bununki olacaq mənfi 3, 1. 2 nöqtə arasında məsafə mənfi 3 çıx 3-ün kvadratı üstə gəl 1 çıx 1-in kvadratı 6 bərabər olacaq. Deməli 18-ci sual. Sual. Fikir verin, üçbucağın tərəfləri verilib. Mən də bunu rahat yoxlamaqdan bir baxmaq istəyirəm ki, görün bir dənə kiçik tərəfləri toplayanda hansı üçbucaq alınır. Üçbucağın kiçik hündürlüyünü soruşur. Deməli, baxaram 24-ün kvadratı plus 7-nin kvadratı bərabərdir 25-in kvadratı. Okey, deyirəm ki, bu hansı üçbucaqdır? Düzbucaqlı üçbucaq. İndi məndən düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün bir üsul nədir bizdə uşaqlar? Katetləri hasinin yarısı bölünsün 2. Bu da nə edir? 84 cm kvadrat. İndi məndən kiçik hündürlüyü soruşursa, siz də bilirsiniz kiçik hündürlüyü hansı tərəfə çəkiləndə ən böyük tərəfə. Ən böyük tərəfə 25 olduğu üçün 25 vur h bölü 2 bərabərdir 84. H bərabərdir 168 bölünsün 25. Bu da 6 tam %72 santimetr deməkdir. Hesablama səhvlərim olarsa videonun altında bildirə bilərsiniz. Çünki ola bilər ki, texniki olaraq mən bu hadisəni xəta eləyim. 19-cu sualda y bərabərdir uşaqlar. Bilirsiniz ki, 2x funksiyası hansıdır? Düz xəttin, koordinat başlanğıcından keçən düz xəttindir. Və məni bunu 0,1 parçası boyunca burada fırlatsam nə alınacaq? Konus. 13-cü, 20-ci sual. 20-ci sual ümumiyyətlə demək olar ki, hər il qəbul imtahanına düşən suallardan biridir. 3 sinus x çıxılsın 2 kosinus x. Deməli, yadınızda qalsın uşaqlar. A sinus x plus minus B kosinus x ifadəsinin ən kiçik, ən böyük qiymətini sizdən soruşuramsa və soruşurlarsa imtahanlarda bərabərdir plus minus kök altında A kvadrat plus B kvadrat yazarıq. Yəni, onda 9 plus 4 kök altda 13. Yəni, plus minus kök altda 13-dürsə, burada yerləşən natural qiymətlərim hansılardır? 1-dir, 2-dir, 3-dür. Bunların da cəmi 1, 2 plus 3 bərabərdir 6-ya. Getdik 21-ci sual. Asan sual səviyyəsinə aid bir sual tipidir. Deyir ki, dostlar, 21-ci sual. Deyirlər ki, 80% itirir. 80% itirilirsə, deməli bizdə quru meyvədən söhbət gedirsə, quru meyvə burada nə qədərdir uşaqlar? 20%. 32 kiloqram quru meyvəyə yazıramsa, onda 100%-lik meyvə uzadıramsa, buna da x bərabərdir. 100 vur 32 böl 20. Bu isə 160 kiloqram meyvəni götürüb qurutmaq deməkdir. 22-ci sual. 22-ci sualda uşaqlar. Deməli, 22-ci sual. Baxsaq 22-ci suala. 22-ci sualda baxsaq ki, bizə verib 0, 1 və 1, 0 nöqtələrindən keçən düz xəttin tənliyi.
Onda deməli, mən bunun təyin qurmaq üçün y2 çıx y1, y çıx y1 bərabərdir x2 çıx x1, x çıxılsın x1. Mən bunu yerinə qoysam, alıram ki, x mənfi x plus 1 bərabərdir y. Yəni, y bərabərdir mənfi x plus 1. İndi uşaqlar, mən bunu inteqrallasam, fx bərabərdir integral mənfi x plus 1 dx. Bu da bilirsiniz ki, parça-parça integral şəklində yazılan suallarımızdan biridir. Plus c də öz yerində. Bu mənə verəcək mənfi x kvadratı böl 2. Bu verəcək x, bu verəcək c. Vəssalam. Cavabımız, bunun variant hansında varsa götürürsünüz. 23-cü sual. Deyir ki, bizə belə bir funksiya verilib. Deyir ki, təsadüfi seçilmiş bir ədədin mənfi ədəd olmaması hadisəsinin ehtimalını tapın. Deməli, uşaqlar, bilirik ki, bizdə, deməli, 23-cü sual, x kvadratı plus 2x minus 15, burada isə modulda x plus 5 və kiçikdir bərabərdir 0. Deyirsiniz ki, ay müəllimə, modul həmişə müsbətdir. Onda deməli, mənim mənfi olan hissəm hansıdır? Bu. Deməli, x kvadratı plus 2x minus 15 ifadəm həm mənfidir, həm də 0-dan kiçikdir. Buradan x1 bərabərdir, alıram mənfi 5, x2 alıram müsbət 3. İndi, deməli, onda mənfi 5-i ala bilmir. Ona görə ki, mənfi 5 bizdə məxrəcdə var və məxrəcim, yəni x plus 5 mütləq şəkildə 0-dan fərqli olmalıdır. Onda alırdıq ki, buradan x mənfi 5. Yəni, x-in mənfi 5 qiyməti bizdə kənar kökdür. Aydın oldu. Vəssalam. İndi bizə nəsə soruşur burada. Deyir ki, seçim mənfi ədəd olmaması ehtimalı. Belə deyim uşaqlar, siz burada yazsa sərlər çoxluğun, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 yazdıqmı? Mənfi olmayanlar hansıdır? Mənfi olmayan deyəndə yadınızda qalsın uşaqlar. Müsbət olmayanlar. Burada 0-ın özü də daxildir. Mənfi olmayanlar. Vəssalam. İndi buradan tapdıq. Deməli, məndə var 8 dənə ədəd. P bərabərdir 8-də 4. Bu da bərabərdir 0-10-da 5. Keçin növbəti sualın birlikdə həllinə. Xarici bucaq. Bilirsiniz ki, düzgün çox bucaqda xarici bucaqların cəmi 360 dərəcədir. Onda eni tapmaq üçün 360 dərəcəni bölərəm 36-ya. Bu da eləyir 10. Diagonal sayı isə n vur n minus 3 böl 2 düsturu ilə tapılır. Bu isə 10 vur 7 bölünsün 2 bərabərdir 35. Deməli, çox bucaqlının 35 dənə diagonalı var. 25-ci sual. X bərabərdir loqaritm 4 əsasdan 28. Y bərabərdir loqaritm 3 əsasdan 38. Gəlin mən bu ədədlərin hansı intervalda yerləşdiyini tapaq. Loqaritm 4 əsasdan 28, 16-dan sonra 64-dən əvvəl gəldiyi üçün 2x 3 yazaram. Loqaritm 3 əsasdan 38, 27 ilə 81 arasında yerləşdiyi üçün 3y 4 yazaram. İndi gəldik. X minus y çıx x minus 3 plus 5 minus y. Gəlin modulların işarəsini təyin edeyim. Aydındır ki, 2 ilə 3 arasında olan bir ədəddən 3 ilə 4 arasındakı bir ədəd çıxanda mənfi alaram. Bu da mənfi. Bu isə mənə nə verəcək? Müsbət. Y çıx x çıx 3 çıx x üstə gələk 5 çıx y. Y-lər getdi buradan. Qaldı mənfi x çıx 3 plus x plus 5. Mənfi x-lər də getdi. Nə elədi? İfadəmin qiyməti 2. Təhlilin köklərinin kvadratları cəmi deyir ki, dostlar, ən kiçik olsun. Deməli, məndən gəlin ifadəni bizə sən təzə səhifə açıq. 26-cı sual. Deməli, x-in kvadratı çıxılsın, deməli 2b çıxılsın 3x minus 2b bərabərdir 0. Təhlilin köklər cəmi, yəni x1-in kvadratı üstəgəl x2-nin kvadratı kiçik qiymətini alsın. Siz də bilirsiniz ki, riyaziyyatdan ki, bunun yerinə siz yaza bilirsiniz. x1 plus x2-nin kvadratı minus 2x1 vur x2. x1 plus x2 bizdə 2b çıxılsın 3-dür.
x1 vurulsun x2 isə mənfi 2b-dir. Gətirib bunları burada nəzərə alıram uşaqlar. Yəni 2b minus 3-ün kvadratı mənfi 2 vurulsun mənfi 2b bərabərdir. 4b kvadratı minus 12b plus 9 plus 4b bərabərdir. Bərabərdir 4b kvadrat çıxılsın 8b plus 9. Buradan da alıram ki, b parametrinasını, yəni malikin qiymətini, emin qiymətini mənfi b bölünsün 2a-dır. Bu da mənfi 8 bölünsün 8. Bu isə sizə verir 1. Deməli, m 1 olarsa bu ifadə nə olar? Ən kiçik qiymətin alar. Gəldi 27-ci sual. 27-ci sualımız asan tipli sual hissəsinə daxil olanlardandır. Deyirsiniz ki, 30-dursa, bura uşaqlar, onda bura 80 dərəcə olduğu üçün bura 50 dərəcədir. 50-nin qorşusu alfa nə olacaq? 130 dərəcə. Qələmim nəsə yazmır? Aha, 130 dərəcə. Alfa 130 dərəcədir və salam. Beta isə 30 dərəcədir. Bura uyğun gəldi. BC. Və həmçinin eyni qaydanı burada tətbiq eləsəz, burada 70 dərəcədirsə, bu da 70 dərəcədir, bu da 50 dərəcədir. Onda beta alfa bucağım oldu mənim 120 dərəcə. Beta bucağım isə 50-nin qonşusu olduğu üçün olacaq 130 dərəcə. Bura uyğun gəldi. C bəndi. C bəndi. Yox, beta 130 harda yazılıb? Alfa 120 harda yazılmışdı? Hə, Y bəndi. Əstəğfurullah uşaqlar. Gəldi. Burada da ən rahat üsullardan biri deyərdim mən uşaqlar. Bu 60 dərəcəsi, onda burada 60 dərəcədir uşaqlar. Alfa da üçbucağın qonşu olmayan xarici bucaqdır. Bu 100 dərəcədir. Və salam. Bu da 120 dərəcədir. Və salam. Beta'nın 120 versiyası yoxdur. Alfa bizdə nə oldu? 100 dərəcə. Alfa 100 dərəcə. 100 isə gəl 120. Burada da uyğun gəldi. D bəndi. Keçdik 28-ci suala. 28-ci sualda maraqlı suallardan biridir. Düzdür, görünüşünə görə uşaqları qorxudur, amma etapla geçsəniz həqiqətən də cavab alacaqsınız. Deməli, mənim uşaqlar, Elmirim var, Elmirimin fikri var və Gülnarımın fikri var. Diqqətli olsaq bir yerdə tapacaq. Gəlin belə deyək. Burada oğlan sayına x deyirəm, qız sayına ümumiyyətcə y deyirəm. Elmirsiz və Gülnarsız. İndi gəlin Elmirin fikrinə baxaq. Deyir ki, Elmir və Gülnar da olduğu düşərgədə Elmir oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü və Gülnarı saymaq unudur. Onda x sayda biz dedik ümumi oğlan varsa, y sayda da qız varsa, Elmirlə Gülnar bayaq deməli onda olacaq x minus 1 bölünsün y minus 1 bərabərdir 5-də 3. Yəni, ümumi Elmir və Gülnar qarşıq deyirəm. Yəni, obşi siyahı x və y. İndi keçək Gülnarın fikrinə. Gülnar deyir ki, oğlanların sayının qızların sayı nisbəti hesablayanda yalnız özünü saymağı unudur. Yəni, onda x bölünsün y plus 1 bərabərdir 3-də 2. Çarpaz vurarıq. Burada 5x minus 5 bərabərdir 3y minus 3. Burada 3x bərabərdir 2y plus 2. Burada 5x minus 3y bərabərdir 2-yə. Burada 3x minus 2y bərabərdir 2-yə. Onda 5x çıxılsın 3y, 3x çıxılsın 2y. Buradan 2x bərabərdir y-ə. Və salam, düşərgədə neçə uşaq var? Gətirib qoysaq yerinə. Gətirməyəm uşaqlar, bu tənliklərdə nəzərə alsam, olacam ki, y 31-dir, x isə 19-dur. Uşaqlar, mən burada harada səhvim var. Bir dənə baxaq. X minus 1 bölünsün y minus 1 5-də 3. Bir dəqiqə. Və burada mənim səhvim nədir uşaqlar? Elmiri 2 dəfə sayır. Elmiri 2 dəfə saydığına görə burada x plus 1 yazacam. Xətam oradadır. Gəlin bir dənə xətamı düzəldim. Aha. Deməli. Onda belə olacaq. Mənim səhvim orada oldu. Deməli, 5x minus 5 bərabərdir 3y minus 3. 3
x plus 3 bərabərdir 2y plus 2. Buradan sadələşdirsəz, y bərabərdir 31, x bərabərdir 19. İnanın uşaqlar, bu videolar hamısı çəkilən zaman günün elə bir saat olur ki, həqiqətən də bütün hazırlıqlar bitəndən sonra bəzi videolarda görürəm, altında yazır, ay müəllimə, bu rəqəmi səhv hesabladınız, burada səhv hesablamalar var. Yəni, siz təsəvvür edin ki, bir müəllim bir gündə 3 qrup, 4 qrup dərsdən çıxır və mən hal-hazırda öz vəziyyətim olaraq desəm, mən universitetdə dərsə girdiyimə görə həqiqətən də günün sonunda məndə enerji deyilən bir vasitə qalmır, amma belə deyim də, amma mən çalışmalıyam. Mənim ətrafımda istifadə edəcəyim sosial şəbəkələr var və bu sosial şəbəkələrdəki insanlar üçün bir də şəkildə faydalı olmalıyam. Ona görə də səhvlərimi, qüsurlarımı, yəni videoların altında bildirmədə qətiyyən çəkinməyin. İnanın ki, vaxt olduqca bunların hamısını bir oxuyuram. Sizin hər bir fikriniz mənim üçün həqiqətən çox dəyərlidir. İndi keçək 29-cu suala. Düzbucaqlı paralelipiped, piramida və kubun oturacaqları kongruent kvadratdan ibarət. Yəni, üçündə də eyni kvadratdır. Onda uşaqlar və deyir ki, düzbucaqlı paralelipipedi və piramidanın hündürlükləri 6 cm olarsa, onların oturacağının tərəfini tapın. Onda deməli, V düzbucaqlı paralelipiped, V piramida üstəgələ V kub bərabərdir. Siz bilirsiniz ki, V düzbucaqlı paralelipiped olacaq bizdə A kvadratı vurulsun S. S-yə 6 baxacaq. V piramidam isə olacaq 3də 1 A kvadratı vuraq H. Niyə görə burada A kvadratı yazıram? Baxın, istəyir düzbucaqlı paralelipipedin, istəyir də piramidanın oturacağı kvadrat olduğuna görə oturacağın da sahəsi A kvadratı eləyir. Aha, gəldi, burada da 3də 1 A kvadratı H, onda bu oldu 3də 1 vur 6 A kvadratı, bu da oldu 2 A kvadratı, bu isə 6 A kvadratı. Onda belə yazıram, 6 A kvadratı bərabərdir 2 A kvadratı, üstə gələk A-nın kubu. Buradan 4 A kvadratı bərabərdir A-nın kubu. A isə nəyə bərabərdir uşaqlar? 4 cm. Deməli, kvadratın tərəfi nəymiş? 4 cm. Uşaqlar, sizlər üçün isbat suallarını sırf bir video dərs şəklində hazırlayıram. Bəlkə də kanalımı əvvəldən izləyənlər bilir ki, mən bunu bir silsilə video şəklində hazırlayıram. 30-cu sualı ayrı bir video dərs şəklində sizin üçün hazırlayacağım. Çünki bu sualın 10 bal olduğunu nəzərə alaraq İstəmirəm ki, isbat suallarında alına biləcək sualları biz kənara qoyaq. Videolarımı bəyənməyə, kanalıma abunə olmağı unutmayın. Hər birinizə xoş deyirlər.